Müəllimlərin işə qəbulu imtahanlarının nəticələri ali məktəblərdə pedaqoji ixtisaslarda təhsil alan məzunların bilik səviyyəsini bir daha gündəmə gətirib. Təəssüflər olsun ki, göstəricilər qeyd olunan və gözləniləndən çox aşağı səviyyədədir. Məsələ təkcə pedaqoji universitetlərlə məhdudlaşmır. Digər universitetlərin pedaqoji ixtisaslarında oxuyan tələbələrin də nəticəsi zəifdir. Burada sual yaranır ki, günah kimdədir? Universitet qəbulunu hazırlayan Elm və Təhsil Nazirliyində, Dövlət İmtahan Mərkəzində, yoxsa ali məktəblərdə? Suallarımıza təhsil eksperti İlham Əhmədov cavab verib. Azərbaycan universitetlərinin əmək bacarığı tələbləri səviyyəsində kadr hazırlanması istiqamətində ciddi problemləri var və bu problemlər uzun müddət ali təhsil sistemində islahatların aparılmaması və yaxud da keyfiyyətsiz aparılması, sistemsiz aparılması, bu işlərin maliyyələşməməsi, dünya təcrübəsindən kifayət qədər faydalanmamaq və sair məsələlərlə əlaqəlidir. Universitetlərimizin birinci problemi ali təhsilə dair ölkədə strategiyanın olmamasıdır. Dünya praktikasında belədir ki, hər bir universitet il ərzində kifayət qədər layihələr həyata keçirdir, inkişaf yönlü layihələr. O layihələr təhsilin məzmununa, texnologiyasına, idarə edilməsinə, startapların yaradılmasına, təhsil innovasiyalarının yaradılması və tətbiqinə və digər məsələləri həsr olunur. Digər istiqamət layihələr universitetdə elmi işlərin inkişafına, elmi tədqiqatların dərinləşməsinə, dünya elm məkanına inteqrasiyaya bu istiqamətdə işlər olur. Və bunların hamısı da konkret olaraq müəyyən fəaliyyət mexanizmi tələb edir, bunun reallaşması büdcə tələb edir, maliyyələşmə tələb edir. Təəssüf ki, 30 ilin ərzində bizim universitetlərdə heç vaxt belə layihələr olmuyor. Müəyyən təşəbbüslər olub, amma heç birisi maliyyələşməyib. Maliyyələşməyən təhsil layihəsi, elm layihəsi təbii ki, real nəticə verə bilməz. Çünki bizim dünya təhsil məkanında rəqabət apardığımız universitetlər il ərzində milyonlarla dollar bu layihələrə pul xərcləyirlər. Universitetlərin, yüksək reytingli universitetlərin büdcəsi milyarddan artıqdır. Orta səviyyəli universitetlərin büdcəsi də 500 milyon dollar ətrafındadır. Bizim universitetlərin büdcəsi isə 20-30 milyon dollar ətrafındadır. Yəni dəfələrlə azdır. Başqa bir problem bizim universitetlərin az büdcəsi elm və təhsil yönümlü layihələrin həyata keçirilməsinə yox, əksinə universitetlərdə davamlı olaraq təlim tikinti işlərinin aparılmasına yönəlir. Ona görə də təhsilin məzmunu tələblərə cavab vermir. Onların deməli, yeni kurikulumların hazırlanmasına pul ayrılmır. Hardansa plagiat tədris planları götürülür, fən proqramları götürülür. Onlar deməli, üzərində iş getmir, adaptasiya aparılmır. Yeni təhsil fənlərinə uyğun dərsliklər yazılmır. Yazılan dərsliklər müəllimlərin öz potensialı hesabına yazılır və bu da çox vaxt standartlara uyğun gəlmir. Müqayisə üçün deyək ki, Təhsil Naziri deyir ki, bizim orta məktəb dərsliklərimiz standartlara uyğun deyil. Ali məktəb dərsliyin yazılması daha çətindir və onların sayı daha çoxdur. Amma bu illər ərzində heç vaxt Təhsil Nazirliyi ali məktəb üçün dərsliklərin yazılmasına məşğul olmayıb, o standartları da formalaşdırmağa meyilli olmayıb və onların keyfiyyətinə də konkret tələblər verilməyib və məlumdur hansı dərsliyi, hansı müəllimi, nə vaxt yazdı, harada yazdı, necə çap elədi, kimə satdı, nə tər satdı. Bax belə. Mexanizm budur ki, müəllim özü kitab yazmalıdır, aparıb qrupda tələbələri satmalıdır. Təbii ki, bu alimə, müəllimə uyğun iş deyil. Bunu dövlət siyasəti səviyyəsində orta məktəb dərslikləri yazıldığı kimi universitetlər üçün də dərsliklər sifariş əsasında yazılmalıdır, müəllif qənarar almalıdır. Çünki o böyük intellektual əməkdir. Bizdə isə intellektual əməyə bir qul əməyi kimi baxırlar. Elm sahəsində də, təhsil sahəsində də. Çünki elm və təhsilin rəhbərliyində olan insanlar bu sahəyə uzaq insanlar. Onların elm və təhsildən kifayət qədər biliyi, təcrübəsi olmadığına görə zərgədini zərgər bilər, atalar məsələ var. Onlar alimin fəaliyyətinə dəyər verə bilmirlər. Və bu fərqi də, bu geriliyi də və bu uyğunsuzluğu da aradan qaldırmaq üçün onlar müəllimləri, alimləri təzyiq altında saxlamaq istəyirlər. Ona görə daim onları aşağılayırlar. Mən ölkədə alim tanımıram.
bizdə elm yoxdur, bizdə təhsil yoxdur, müəllim şaftalı sözünü yaza bilmir, kvadratın həcmini, sahəsini, perimetrini hesabla bilmir və s. belə yəni nazirlik səviyyəsində, ölkənin təhsilinə rəhbərlik edən insanlar səviyyəsində uyğun olmayan söhbət aparır. Təbii ki, nazir belə münasibət bəsləyəndə universitetlərin imici də aşağı düşür. Və xaricdən biz universitetlərimizə tələbə gözləyirik, universitetlərimizin brendini yüksəltmək istəyirik, imicini artırmaq istəyirik. Amma digər tərəfdən də biz elə rəhbərlik bu problemləri həll etmək, dəstək vermək əvəzinə heç nə eləmədən onlardan hər şey tələb edir və onları daim tənqid atəşində saxlayır. Faktiki olaraq bizim universitetlərin istehsalatla, praktika ilə əlaqəsi çox azdır. Əmək bazarı ilə əlaqəsi azdır. Hazırlanan kurikulumlarda peşə sahələri üzrə peşəkarların iştirakı minimumdur. Dərslik, tədris metodik baza aşağı səviyyədədir. Müəllimlərin ixtisas artırılması, təkmilləşdirilməsi, təlimlərə, beynəlxalq səviyyəli təlimlərə cəlb edilməsi, bu məqsədlə demək olar ki, resurslar ayrılmır, xaricə ezamiyyəyə getmirlər, konferanslara gedə bilmirlər. Yəni, istənilən sahədə, ali təhsil istənilən sahəsində biz dərinliyə gedəndə görürük ki, hər şey problemlidir. Çünki uzun müddət bu məsələ həll olunmayıb, strategiya yoxdur, dövlət proqramları yoxdur, maliyyələşmə yoxdur, bu prosesləri idarə edən səriştəli komandalar yoxdur və nəticə də göz qabağındadır. Məsələn, mən şəxsən özüm dəfələrlə Təhsil Nazirliyinə bu yönlü layihələr təklif eləmişəm, universitetlərə belə layihələr təklif eləmişəm. Məsələn, universitetlərin innovativ ekosisteminin qurulması, universitetlərin innovativ infrastrukturunun qurulması, universitetlərin rəqəmsallaşma strategiyasının hazırlanması və s. belə təkliflər olub. Nazirlik reaksiya verməyib, universitetlər isə deyib, çox gözəl, biz çox razıyıq, amma bizim maliyyə imkanımız yoxdur. Amma aradan 2 ay, 3 ay keçəndən sonra həmən universitetlər eşidirik ki, deməli, təmir tikinti işlərində 5 milyon, 6 milyon, 10 milyon pul ayırır. Halbuki bu işin 2%-ni, 3%-ni universitetin inkişafına xidmət edə biləcək bir layihələrə ayırmaq istəmirlər. Və bu artıq ənənə halını alır. Yəni, mən 30 ilin ərzində heç vaxt görmədim ki, hansısa universitet belə işlərə pul ayırmağa həvəsli olsun. Məsələn, müqayisə üçün Türkiyə universitetlərini, Gürcüstan universitetlərini, Qazaxstan universitetlərini götürsək, fərqli mənzərə görəcək. Məsələn, 19-cu ildə Kutaisidə Kutaisi Beynəlxalq Universiteti yaradılıb. Yaradılan ili həmən birinci il $1 milyard universitetə investisiya qoyulub. Halbuki bizim universitetlərə 30 ilin ərzində bütün universitetlərə toplam büdcəsini toplasaq, investisiyalar toplasa bu məbləğ olmaz. Amma Kutaisi Universitetinin davamı ilə növbəti illərdə də, yəni 19-cu ildən sonraki müddətdə də xeyli investisiyalar qoyulubdur. Yəni, investisiya olmadan universitet inkişaf eləyə bilməz. Bu sayədə bir aksiyondur. Bizim təhsil menecerləri bunu heç anlamaq istəmirlər. Ona görə də universitetləri publik hüquqi şəxs eləyiblər. Yəni, siz büdcədən pul gözləməyin, özünüz gedin, başınızı saxlayın, universitet nətərcə təhsil haqqını qalxızı tələbələrin imkanı yoxdur danışır. Təhsil haqqını olduğu kimi saxlayır, keyfiyyət aşağı düşür. Müəllimlərin maaşını qaldıra bilmir, layihələr qaldıra bilmir. Yəni, bugünkü gündə ortalama bir tələbənin təhsil haqqı ən azı 5.000 manat olmalıdır ki, universitet keyfiyyətli təhsili tədricən versin. Çünki 30 il ərzində olmuyor bu. Yəni, biz onu təhsil haqqını qalxırsaq, 1 ildən, 2 ildən sonra keyfiyyətli təmin edə bilməyəcək. Hələ buna illərlə vaxt lazım. Amma investisiya illərlə olmalıdır ki, biz 5 ildən sonra onun nəticəsini görək. Bu layihələrin heç birisi olmuyor, bu investisiya olmuyor. İslahat yönümlü komandalar nə universitetlərdə var, nə nazirlikdə var, nə konsaltik şirkətlər var ki, universitetlərə hansısa bir təkliflər versin, hansısa bir işlər görsün. Yəni, belə geriliyimiz çox dəhşətdir. Məsələn, Qazaxstanda universitet var ki, onun bir ildə aldığı qrantların sayı Azərbaycan universitetlərinin 30 ildə aldığı qrantların sayından çoxdur. Yəni, faktiki biz qrant ala bilmirik. Az sayıda universitetlər xaricdən alırlar, amma ölkə daxilində qrant verilmir. Nə Təhsil Nazirliyi qrant verir universitetlərə, nə Təhsil İnkişaf Fondu yaratdılar. Biz güman elədik ki, bu təhsilə qrant verir, o da vermir. Başqa da heç bir sahibkar özəl sektor universitetlə əməkdaşlıq eləmir.
universitet layihələrinə investisiya eləmir. Ona görə bax, problemlər çoxdur. Bunlar sistemli təhlil olunmalıdır, müzakirə olunmalıdır, strategiyalar hazırlanmalıdır. Amma bunları müzakirə etməyə də adam yoxdur. Televizor verilişində Təhsil Nazirliyi nümayəndələri dəvət olunur. Ali təhsilin keyfiyyət məsələləri müzakirə olunur, heç kəs gəlmir. Məqalələr yazılır, təkliflər verilir, heç bir reaksiya yoxdur. Bunlar başa düşmürəm. Bu mühitdə belə bir əməkdaşlıq olmasa, dialoq olmasa, təkliflər müzakirə olunmasa, inkişaf necə ola bilər? Güman edirəm ki, gələcəkdə nə vaxtsa bu məsələlər yəqin ki, həll olar.